Ayliş. Salam xalalarımız. Necəsiz? Ayliş şükür Allaha özünü toplayıb. Yaxşıdır. Dualarınız üçün, xoş sözləriniz üçün çox sağ olun. Siz de sağ olun. Xalalar öpürəm. Aylişlə gedirik evə. Evimizin yanında Kristal Parkıda. Oradan keçirik. Gedək. Gedək evə. Qısmı baxın, hər yeri qiyamı yaxşı. Acıb Ayliş. Gedirik evə, Ayliş yemək yesin. Artıq gəldik evə. İstidən öldük. Bu qız bişdi xalalar, bişdi. Yoldan kiçik bir şeyler almışam. 2 dənə belə təndir çörəyi. Ayliş televizor vaxtıdır. Ayliş belə Zuşkaya yemək almışıq. Bir şey saxlayan var deyəsən. Bizi kimi belə bir dörtlü yemək endirmə düşmüşdü. Daha doğrusu 3 alana bir hədiyyə belə düş. Şu yeməkdir. Dedilər səhvləmirəmsə bir dəfə alıb yoldaşım bundan. Belə dörtlü gördüm endirimdədir. Zo mağazada aldım Zuşka üçün. Hər çeşidi elə bil var içərisində. Belə hər çeşidi var. Ətlisi, toyuqlusu, quzu ətlisi. Bu nədir? Hə, toyuq ətli. Toyuq ətli, inək əti, ördək əti. Bir də qoyun əti. Belə dörtlü Zuşkanın yeməyi. Bir də vitaminin götürəcəm axşamüstü. Dedim orada. Vitaminimizdən yox idi. Bu aralar Zuşka bilmirəm niyəsə çox iştahla yemir. Korumu bu yeməyi yenə yer. Korumu heç iştahla yemir. Vitamin verəcəm. Danışdım orada Zo mağazada xanımla. Zuşkaya görə gətirəcəklər. Axşamüstü götürəcəm. Burada Rufane mənə dolma qoyub. Aydın onlara oynamağa getmişdi bilirsiniz. Pişirib. 3 bacı dolması mənə qoyub. Sağ olsun. İndi yiyəcəm, dadına baxacağım. Bu da ailənin ağırcı bunlarıdır. Mən almışam. Soku qoyub indidən xalacenkə. Bilmirəm niyə. Bir dənə belə qaşıq almışam. Bu qaşıqdan məndə çoxdur. Səhv eləmirəmsə 5 dənə idi. Bu da 6-cı. Belə böyükdə, yəni yemək çəkmək üçün qaşıqdan. Çox sevirəm ki, evdə belə çox olsun. Bir də belə belə stəkan almışam. Özümə. Bunlar Fuşada almışdım. İndi bu dəfə də özüm aldım. Bu stəkanlar evdə sevirəm ki, çox olsun. Yəni məclisdə dolanda işlətməyə. Var içində. Hə, bundan var. Mən də səhv eləmirəmsə 3 paçka var idi. Bu da biri, o da 4 paçka. Bunların da uyğun nərbəklərini alıram. Videomda hər halda demişdim. Sizə bugünlük də kiçik aldıqlarım bunlar. Soku hanı xadenkə qoyub. Bu qiymətini söküb üstünə 30 qəpikdir bu. 40 bu idi səhv eləmirəmsə. Belə. Əynimizi dəyişək yavaş-yavaş. Aylişə yemək verib. Şimdi kupon olun. Bal qızım. Kiçik aldıqlarım bunlar. Daha sonra yenə bir yerlərdə videoda görüşək. Bakın dolmalarına bakın. Şimdi heç nə olmaz. Yeməyi ye, sonra Zeynə. Çayla verəcəm. Əllərini sağlıq. Şimdi tökəyim. Şimdi kızsın. Aynı şey yemek vereyim.
Xalalar, biz qızımla çay keyfi edirik burada. Burada bu konfetdən almışıq. Çox qəşəng konfetdir. İran halvasıdır, səhv eləmirəmsə. Çöpü sokun da ayılış içib bura atıb, indi atacağım. Bu qabımı da yenidir. Deyəsən sizə göstərməmişəm xalalar. Belə konfet qabıdır. İkilidir. Konfet, nə bilim, çiyələk alacaq məsələn mövsümündə yığ, hər şey. Yəni piçeniyi də doldurmaq olar. Yəni hər tərəfli funksiyalıqda işlətmək olar. Belə 2 ədəddir. Cüt almışam. Yeni qabdır. Bunu da dedim sizə göstərim. İndi çayımızı içirik burada. Şirniyyatımızda var, almalı piroqumuz. Ama yemək yemişik deyəni Ayliş istəmədi. İndi çay içirik. Burada bizə nuş olsun. Çayımızı içək, biraz Aylini qoyacağım yatsın. Çünki bugün həftə sonunda 5-ci gündür. Sabaha məcbur deyil ki, yəni dərslərini etsin. Ona görə də bugün yatsın, biraz dincəlsin. Sabah dərslərini eləyər də. Sabah da dayım qızı gedə 52-dir. Ora gedəcəm. Belə. Bugün biraz Ayliş yatsın, dincəlsin. De içim bundan. Çirkinli çaşqanla. İçərisi belədir. Yəqin ki, indi hamımızda bir bunu çox sevirik. Bir yoldaşım bunun tiryakisidir. Notabum. Yəni Almarketdən alır. Yəni elə çox qəşəngdir. Onun içi karameldir. Üz karameldir, amma içində şokolad var. Səhv eləmirəmsə 9 manat olmalıdır bu. Almarketdən alırıq. Belə. Bu ara favorimizdir bu. Yəni mənim favorimdə onu deyə bilərəm. Bu yoldaşımın ancaq bundan çay içir. Dəniz bundan içir. Süddü, karamel. Əslində onu da mən sevirəm. Südünü. Amma dişim ağrıdır. Üş, can Elə səni. bərk işləyib, biraz nətə bilsəm, sorma kimi konfetlər olur. Ha, elə. Amma Karamel. dişim sıxandım, amma içinə şey gəlir də. Balı gəl. Hə, bal gəlir. Almarketində konfetlərin təriflədiyi. Bunlar hər yerdə olur. Bu İran mağazasında satılır. Almarketdə olmur. Bu amma Almarketdən almışdıq. Bizim evin yanında var. Amma Arazda hər yerdə olur. Ha. Birinci sıxanda Almarketdə olmuş, sonradan Gətirdilər. Gətirdilər. Amma bu nasıl? Aha, bunu da açaq, bunu da yesin. Ürəyi partlayır. Abur-cubur, nə qədər abur-cubur yeyir. Nə qədər pul boş yerə. Aylin abur-cubursuz həyatı yox. Yəni mən bir gün də abur-cubursuz yeyə bilmərəm. Hələ orada da sormam var. Hələ var, hələ ikisini yeyib. Belə var idi, çiyələkli biri onu yedi. Evdə saxlayıram, bəzən alıram Aylin üçün. Saxlayıram. Ki o istəyəndə belə verirəm, çıxardıb yeyir. O necədir xanım? Kakaoludur. Aha. Bu böyüsdə. Ne? Olur. Böyüsü də olur. Onları yəqin bu belə idi. Amma nə səsəmirsən. Məsələn, böyük vaxtda həmişə alırlar böyüsü Ha, kakaolu. ha, ondandır, hə. Amma içində kremi çoxdur da biraz. Ha, dadlıdır. Sizə də verim qoyun. Göstərdin, sağ ol. Baxın kremasına. Çoxdur, kreması çoxdur. Alalar. Arniti. Harda görsəz alın, çox qəşəngdir. Məsləhət görürəm, Arniti Coco. Qəşəngdir. Sizə üçün oldu. Hə. Amma Sağ ol. krema kakaolu kimi gəlir, hə dadım. Amma ya çox gözəl. Amma o balığı bisəmişəm. Onda az yəni şey o krema olursa çıxan belə sürtürlər. Amma bunda belə doldurur pıs. Belə xalalar videonu bağlayım. Yenə bir yerlərdə açaram. Aylişi qoyum yatmağa. Çayımızı bitirək. Suyuşka, bu gün səni çəkməmişəm. Quyruğuna bax, quyruq. Suyuşka. Can.
Yatmışdı dur. Bax. Baxın xalalar, baxın. Gəldim buram. Sizə bu bağlamalarımızı göstərim Temudan. Aylin üçün aldıqları. Bugün ciciş göstərmə vlogu olacaq. Aha, gəldi. Bu biləcək. Hər şeyə bu baxması olmaz. Aylişlə yerimizi dəyişdik. Deməli, burada Aylin üçün Temudan 1-2 məhsul vurmuşam. İndilik yox. Yəni, gələn ay geyinə bilər. İndi bir axşamüstlər çox soyuq olur, səhərlər soyuq olur. Yəni, nazik material bir şeylərdə Temudan vurmuşam. Göstərim bunları sizə bir-bir. Aylinin cicişlərinə baxın, xalalar. Qırpıdan açın. Köməkçim olursan Aylin. Belə bir dəsti. Videonu yığanda bunun orijinal şəkillərini tapsam lap qoyaram. Halis, dur sən göstər, mən çəkim. Olar. Dur ayağın xalalar, belə şalvarıdır. Çox sərin, qəşəng materialdır, rozi rəngdə. Gen ayaqları belə boldur, yəni bol kəsimdir. Hə, Aylin belə paltarları çox sevir, bol olsun. Elə şalvarıdır. Bu da onun üstünün köynəyidir. Baxın. Göstər. Bu da onun üstünün belə köynəyidir. Dəsti belə elə düyməli, qabağı, qolu belə uzundur. Amma uzun olmağına baxmayaraq çox sərindir. Bunu fikirləşirəm Aylinə ağ altdan krop geyindirim qısa. Hələ almamışam, indi onu da alacağım. Belə Aylinə elə də balaca deyil. Çünki mən Aylinin məsələn 10 yaşı var. 10 yaşına keçib. Mən ona 11-12 yaş aldım. Çünki 10 yaş götürəndə o dar olur. Heç yay bitməmiş, yuyursan yığılır, əyninə girmir. Anlaya bilirsən, orada həm trend yolda, həm Temu. Hə, Temuda həm də axı görürsən, əyninə zarına girmir. Hə, ona görə ki, yəni dedim, böyüyün ziyanı yoxdur, balaca olmasın. Yenə də böyüyəndə 12. Daha sonra burada belə bir dəstə paltarımız var. Aylin açanda cırıb. Bunu da bu orada fikirləşdiyimdən də mükəmməl gəlib. Çox qəşəng, göstər Aylişim. Bu şalvarıdır. Baxın, belə dur ayaq üstə. Belə şalvarıdır. Baxın. Belə şalvarıdır. Bu da onun üstü. Üstü də belə tut. O şalvarıdır. Ne yapırsan? Burada çıkan qarmaçıq qalır. Ha, eyb yox, heç nə. Amma ki modelilədir. Ha, bu da 11-12 yaşdır. Bunu niyə tərs qoymusan? Belə qara, bura elə bil burada açıqdır bu hissdə. Burada var, burada yoxdur, burada var. Belə şalvarı ilə birlikdə. Bu da növbəti dəstimiz. Rozvu, bir də bu. Yəni bunları belə sərib də göstərərəm. Daha sonra nə almışam? Daha sonra mən bu Aylişin adına qurban olum xalalar. Bu da Aylişin xüsusi adına uyğun belə şapkası, tax qızım. Bu rozvu rəngdədir. İndi burada açıq düşür rozvu rəngdə. Həmin şapkanın belə də yaxa çantası var. O da dəsti bunlar. Aha, bunu da tax. İndi bu paltarlar ev paltarında, eyb yox, heç nə olmaz. Baxın, taxtı xalalar. Bu da Aylişin şapkası və belə yaxa çantası. Bunu uzunlaşdırmaq da olur. Belə aç qızım. Belə istədiyi bura yığırsan. Qəşəng çantası və tünd rəngdə əslində açıq düşür burada. Belə da şapkası. Çıxart. Daha sonra burada bol corablar. Yaya aldım qızlar üçün.
Mən qışda da, yayda da paçka ilə alıram. Çünki yəni 3 uşaqdır, çatmır da. Mən özümdə onlar, biz eyni razmer geyinirik də, ona görə. Yəni uşaq Aylin biraz balaca geyinir. Qalan biz eyni geyinirik, ona görə də belə aldım ki, hamımıza çatsın. Əsl yay rəngləri. Belə bu rəngdə bir dənə qəşəng mişqalı. Daha sonra belə cüt, qara mişqalı. Bu dənizlə fidana fikirləşdim. Çünki onlar necə deyim, belə xoşlayırlar ağ-qara. Bu Aylişindir, Aylişin ördəyidir, xalalar. Bu Aylişin corabıdır, yaya fikirləşmişəm. Bu da əsl yay üçün Aylişə, bu da Aylişə. Bu Dənizin. Bu da fidanın, nə bilim, bunlardan da kim hansını geyinər, cütdür bunlar. Daha sonra belə avokadolu var. Bax, aha, şənə heç nə olmamışam. Juşqam, yaxşı da, düş yerə. Get. Mənə acıq elədi, xalalar çıxıb orada yatır. Bunlar qarışdı nəysə. Ondan sonra belə baxın, avokadolu var. Ne qəşəng, çox xoşuma gəlir. Belə qara avokadolu var. Belə var. Bunlar belə uzun boğazdır. Amma bu avokadolu seçdiklərim belə qısa. Boğazı qısadır. Bu rəngdə avokadolu var. Bu cins yox. Zelyonka rəngli də yaşıl, acı yaşıl. Belə burada hardasa 15 ədəddə corab olmalıdır. Hə, 15 ədəddə corab. Belə bugünkü dizişlərimiz də bunlar idi. Bir qat alayım, hamısını yığım yerinə təzədən. Hələ ki bunları yeni Aylin geyinmir, yay üçün. Yay üçün yaxşıdır. Belə paxıllığı tutub ki, mən almamışım. Belə gördüm, xoşuma gəldi bu paltarlar. Ona görə də dedim yaya qədər 1-1-2 alım. İndi Ayliş düşdü növbəyə. Sonra Fidana, Aylişə belə alım. Evdə olsun. Çox qəribə rəng düşür divanımız. Belə xalalar. Bunları qoyaq. Hamısını yığım. Göstərdim qızım hamısını. Corablarımızı da. Bizim corab qabımız var ya. Onu gətir də mənə, nə olar ürəyim. Gətir bunları yığım ora. Qoyun da birinci paltarlarımı qoyun. Çox qəşəngdir. Sərin material. Bir də Aylinə platyalar, donlar alacağım. Qəşəng. Görmüşəm orada rəngli. Onlardan alacağım. Bir də Aylin. Baxın bunun çox maraqlı qol hissəsi var. İnşallah yayda geyinəndə Ayliş görərsiniz. Belə bir şey. Bəlkə də görsənmir videoda. Siz onu qoyun. Yox, onu yox, quzum. Təzə corablar olan qabımız var, fenin altında. Ayliş inşallah yayda videolarda geyinər. Yəqin ki ona kimi çəkərəm. Belə. Bu da belə. Bu qırmızılara da bayıldım. Çox qəşəng rəngi var. O qədər xoşum gəlir. Amma bunun altına crop da alınmalıdır. Baxdım evdə ağ-qara var. Qırmızı var amma düm ağ crop yoxdur. Bunun altına da belə qəşəng şalvarımız. Bunun altına da crop alacağım. Qatlayım. İndi ütüləmirəm heç birini. Yəni nə yumuram, nə ütüləmirəm. Çünki hələ ki geyinmir. İnşallah geyinəndə edəcəm. Hələ var da, yəni bir ayda vaxtımız var. Hə, qoyuram, mama qoyacaq. Get yat quzum. Get, səni yatmağa qoyurdunuz deyə. Get ürəyim. Anasının çiçəyi. Get həyatım. Belə səliqəli qalır. Ona görə də Ayliş. Şapkası, hələ Aylişin açqısı qalıb. Açqı alacağım. Bir dəstə ona belə şapka dəstə alacağım. Çox xoşuma gəlir. Belə arxası açıqdır.
setkalıdır, isti olmasın deyənə. Yəni çox qəşəng materialı var. Yəni belə heç gözləmirdim. Silinə bilən materialdır. Bilirsiniz, ləkə tutmayan. Bu da belə. Bunları da qoyaq. Burada belə. Daha sonra qaldı iş bu corablarımıza. Bizim belə corab qabımız var. Bunda o vaxtı gül gəlmişdi mənə. Baxın, belə. Bunun da içərisində corablarımız var. İndi hamısını töküb bura dəstələyəcəm. İndi hamısını. Bu Aylişin iç geyimləridir. Bunu paçka ilə almışdım Temu'dan, belə bir şey. Səhv eləmirəmsə 15 dənəli idi. Geyinib, bu 4 ədəd təzə qalıb. 4 ədəd təzə qalıb. Hə. Bunlar heç, bunlar da qoyaq bura. Onlar da yay üçün 4 ədəddə atmaları var. Aylişin almağa ehtiyac yoxdur. Bunlar təzə corablarımız. Burada evdə olanları töküm. Bir səliqəli yığaq. Qabın içərisinə yığıram mən həmişə. Qabımız böyle boş. Bırakalım buraya. Daha sonra burada yeni aldığım çoraplarımız. Bu da evdə olan çoraplarımız. Həmişə dediyim kimi paçka ilə alıram mən. Ona görə bir xeylaq çatacaq. Belə olmağına baxmayın, geyinir. Bu dəqiqə corablarımızın hamısını çoxunu tullanmışam. Çünki mən geyinmirəm. Necə, nə uşaqlarım, nə özüm. Bir məsələn süzüldü, cırıldı, yəni atırıq da. Çünki o tikmək, yəni indiki nə devirdi də corab nə olan şeydir ki, yəni ucuz bir şeydir. Corabı tikəsən, həm də ki tikəndə adamın ayağını əzir, geymir. Yəni heç mən tikdiyim də yadıma gəlmir. Elə geyinirlər, bir iki dəfə cırılır, tulluyuram. Belə Aylişin baxın, belə sarı civcivi də var. Bu da Aylişindir. Belə pişiyi var. Bu belə. Bu fərq yoxdur. Ayliş də geyinir bizdə. Bunu da paçka ilə almışdım o vaxt. Mən də, bacım da qış başlayanda. Belə. Dəstələyək. Bu renklər də yaxşıdır, bax yaya. Çox yaxşı renkdir. Bu renkdə. Bunlar da tündür. Yox, tündləri bir yığaq. Bu da qara. Belə ürəklidən yenə. Daha sonra belə. Hə, bunu da paçka almışdım. Bu qış ancaq bunu geymişik. Baxın bu corabı. Bir dənə qalıb. 12 ədədli paçka almışdım. Bir dənə qalıb. Hamısı geyinilib. Bir dənə də belə qara. Evdə olanlar. Elə bunu da qoy. Qoyun bunun üstünə. Belə. Bu Aylişin 2 dənəsini də qoyaq. Bura. Daha sonra keçid etdik bunlara. O qədər sevirəm. Belə corablar, sabunlar olsun. Dəstəs. Çox xoşuma gəlir. Bu uzunları bir eləyim. Yaya corabları var. Yine də rast düşdükcə istəymiş alıram. Aynı yatmağa qoymuşam. İnanırsınız. Zuzi apar özündən ki yatacağım. Zuzi onu qoymaz. Yatmağa. Aylin yat da kuzu. Bu da. Bunlar belə. Baxın, belə. Sonra qaldı bunlar. Avokado. Bu. Nətər düzgən belə. Belə.
Bir dənə də bu avokado. Bu balacadır onlara nisbətən baxın. Bu aynı şey yaxşıdır. Belə geyiniləcək corab onsuz da çatmır. Bunlar da belə. Belə qəşəng yığdıq hamısını. Bunlar da ailənin də 4 ədəd. Da belə. Ağzını bağlayıq. Belə bir sabun qabım da var. Bir dəfə də onu göstərərəm. Maraqlı sabunlar. Maraqlı deyəndə, yəni hər çeşid istəyirəm. Bunları da yığmışam. Aparım. Qoyaq Aylişin geyimlərini. Bu da nəyinsə. Onu da ataq, geçsin. Belə. Mən sənə dedim də Ayliş, o səni yatmağa qoyan deyil. Bunları aparım indi otağa qoyum. Hə? Niyə? Baxın, indi əsr rəngi düşür. Biraz daha tünd, açıqdır burada. Getdik. Bunlar. Onu da götürsən gəl. Dəki gəlib aparmadı Ayliş. Burada, baxın. Burada durur həmişə. Fində, üzərində. Belə qalsın. Külək var. Xalalar. Aylini yatızdırdım. Yatılı qoydum, çıxdım. Dəhşət külək var. Bilmirəm səsim eşidilir yoxsa yox. Dənizgili də götürdüm dərsən. Şirinələrimi gedirik evə. Suziyə bayaq yadımdan çıxmışdı. Qum, korum. Elə biləm korum var, amma bankasına baxdım ki, yoxdur. Korum və qum aldım. Bir də vitaminin aldım. Vitamin də verək. Belə çatırıq artıq. Yaxınlaşırıq evə. Bugün 5-ci günü çox sevirəm. Ən son gün olduğu üçün. Ən çox sevirəm 5-ci gün. Hə, valla. Amma ən yorucu gündə 5-ci gündür. Hə. Bu həftənin yorğunluğu adam gitmək istəyir. Altı bazarcı. Elə susamışam, heç nə istəmirəm, bir dənə çay. Gedib ancaq bəlkə bir 100 stəkan çay içəcəm. Gedək, evimizə yaxınlaşırıq. Uşaqlar oynayır. Ya gəldi, uşaqlar həyətdə olacaq ancaq. Xalalar, çayıma qovuşdum nəhayət. Bu ikinci stəkanımda içirəm. Belə paltaryanı gələn kimi qoşdum uşaqlar. Baxın, işləyir. Uşaqlar əynini dəyişdir. Yaxaladım onları. Əynlərini dəyişdilər. Oy, dəmə xodu çoxdur. Qoyalım. Təzə indi dəmlədim. Bir balaca istəyirəm dəm alsın. Tamam, öldürdük belə. Paltaryan orada işləyir. 39 dəqiqəsi qalıb hələ. Çayımı içim. Oturum. Gəl. Oturum. Ay, çayımı içim. Hələ bir stəkana da niyyətlənmişəm ki, içəcəm. Konfet qabını yoldaşım içəridə çay içir, ora aparıb dəniz. Oradan mən 2 dənə belə gətir. Burada da var əslində. Burada da noğul da var konfet, amma onları çox jest eləyib dəniz mənə gətirib. Özüm ağ süzdüm, sən ağ istəyirsən deyə. Bundan istəmirsən də, hə? Yox, bayaq içmişəm. Atan çay var hələ. Hə. Tamam, otur içək. Paltaryanım yuyulur. Ay, belə heç deyəsən burada oturub video çəkməmişəm bu tərəfdə. Otağımızın işığı niyə yanlıdır dəniz? Yadımdan tutayım. 9-a qalıb saat 10 dəqiqə. Bütün vaxt keçirək. Hə. Biraz gedib televizora baxacaq. Zuzimə baxın, oradan baxın düşün. Orada yatır, bax. Güya bunun yeri yoxdur. Nəcə burada yatıb o? Mən kimsə seçilir. Can. Bu nədir? Niyə yerdə yatmışsan? Kuşum. Oradan gördüm onu.
Gedim yanına. Can. Canım yatmıştın. Yerde niye yatmışsın ömrüm? Ne güzel senin öz yerin var. Sen qovublar. Zaldan qovublar balamı. Kim qovdu? Ata qovdu səni. Sen konfetlərə hücum elədin yenə. Canım. Balım. Nefes almağına bak. Nefesini yiymişsən. İşələ buyurun. Allahu Ekber. Əzan verilir. Əzzallah. Allah. Əzan verildi. Əzzallah. Allah bütün qılınan namazların hamısını qəbul etsin inşallah. Doyub yatır. O burcuq. Gedim quyruğunu bırak. Şələ quyruğuna baxın. Tülkü quyruğuna oxşuyur. Özü bax balaca quyruq şələ. O senin ağcamdır, bozcamdır. Seni yiyeyim, seni. Sen zaldaydın axı, kim çıxartdı seni? Oturum, çayımı içim. Bu videonu da bəlkə belə bağlayaq. Bugün bilmədim nə çəkdim, çəkmədim, az oldu, çox oldu. İnşallah növbəti bir videoda, vlogda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Abunə olmağı çox xahiş edirəm. Baxıram videolara 1200, 1300 baxış gəlir. Nə bilim bəzən olur 1600, 2000-ə qədər çıxır, amma bəyəni sayı 100 belə əla, yəni basma işarəsi 100 nəfər, 120 nəfər, nə bilim 130 nəfər elə olanda video qabağa getmir də, çox xahiş edirəm. Yəni bu videonu onsuz da izləyirsiniz də, orada bir əla işarəsi var, onu basın. Yəni çox bir şey istəmirəm məncə. Abunə olun, bəyən düyməsini basın. Hər şey üçün çox sağ olun. Abunə olduğunuz üçün, bəyəndiyiniz üçün, videolarımızı izlədiyiniz üçün. Növbəti bir videoda, vlogda görüşmək ümidi ilə sağ olun. Hələlik, Allah amanında qalın.